Oktyabr ayının sonları olardı və mən dərslərimi çatdıra bilmədiyimin fərqinə vardım. Buna görə də özümə bir rutin, bir zaman, bir müəyyən məqam təşkil etmək istədim ki, dərslərimi o zaman çalışım. YouTube'da araşdırmalar etdim, Google'dan baxdım, süni intellektdən bəzi suallar soruşdum və nəhayət qənaətə gəldim ki, səhər tezdən durub çalışmaq mənim verimimi artıracaq. Bu videoda səhər tezdən durub çalışmanın nə qədər faydalı bir şey olacağını, sənə qatacaqlarını və bu əvvəlki noyabr ayında, yəni bu son 30 gündə etdiyim təcrübələrdən həftəlik olaraq sizə bəhs edəcəm. Kanalıma xoş gəldin. İlk həftədən başlayacaq olsam, ilk həftə həqiqətən də çox çətin keçdi. Çünki səhər tezdən durmaq biraz çətin məsələ idi. Buna görə bəzi taktikalara başvurdum. Necə ki, yatağın arxasına telefonu qoymaq olsun, 4-5 dənə zəng qurmaq olsun və ya yanında soyuq su saxlamaq olsun və bənzəri taktikaları YouTube'dan və ya Google'dan araşdırıb tapdım və nəhayət bir gün səhər saat 6-da durub bu çalışma zincirini başlatmış oldum. Əvvəla zinciri başlatarkən nə edəcəyimin fərqində deyildim. Sadəcə səhər saat 6-da durdum. Zaten 8-in yarısı məktəbə getmək zorundayım və ona görə də dedim, məsələn, bu gün oturum bir fizik oxuyum. Açdım və fizika bənzəri fənləri oxumağa başladım. Birinci həftənin ilk 3 günü bitdikdən sonra həftə sonlarına yaxın dərs performanslarımda yüksək bir artış müşahidə etdim. Hansı ki, təsəvvür edin, oyuna qoyacağımız həvəsi sanki dərsə qoyurmuşuq kimi bir his qazandırdı bu mənə və bu his də həqiqətən də bağımlılıq edən bir hissdir deyə səhər durmağı heç tərgitmədən yerinə yetirə bildim. İkinci həftə boyunca yuxumdan zövq aldım. Hər gün onun yarısı və ona qalmış kimi tez bir zamanda yatdım ki, duran zamanda çətinliyi yaşamayım. Bir çox yoldaşımız da məhz burada çətinliyi yaşayır. Məsələn, gecə saat 1-2 kimi yatır, sonra deyir ki, mən niyə səhər saat 5-də və ya 6-da durub dərs çalışa bilmirəm. Səbəbi də bundan qaynaqlanır. Çünki biz insan olaraq saat 10 və 2 arası olan REM yuxunu yatmalıyıq ki, öyrəndiyimiz məlumatlar beynimizdə dəqiq otursun, dəqiq analiz edilsin və öyrəndiyimiz də kəskin bir surətdə yadda qalsın. İkinci həftənin digər bir nəticələrindən biri buydu. Məndə bir zamanlar diqqət dağınıqlığı var idi ki, bu sentyabr-oktyabr ayında daha yüksək müşahidə edilirdi. Hətta video çəkən zamanda tez-tez kəsmək zorunda qalırdım. Bu diqqət dağınıqlığının aradan qalxdığını müşahidə etdim. Aradan qalxmasa da tədricən azaldığını özün də müşahidə edəcəksən. Dərsi dinlərkən məsələn hər 20 dəqiqədən bir fikrim yayınırdısa, artıq 50 dəqiqədən, 45 dəqiqədən bir fikrim yayınmağa başladı. Yəni heç deyilsə aradan qaldırmaq yerinə biraz da olsa müddəti qısalda bilmişəm. Bu da böyük bir uğurdur, böyük bir nəticədir mənim üçün. Eynisini sən də müşahidə edə bilərsən. Çox gözəl bir nəticə verəcək, diqqət dağınıqlığını aradan qaldırır və fokuslanmanı da artırır. Yəni dərs başına oturunca 45 dəqiqə, 1 saat, 1 saat yarım boyunca dərsi sıxılmadan aralıqsız işləməyə sənə kömək edəcək. Üçüncü həftə noyabrın 3-cü həftəsinə düşür. 3-cü həftə çox rahat keçdi. Yenə normal bir günüm idi. Sanki yemək yeyirmiş və su içirmiş kimi səhər tezdən durub dərslərimi çalışırdım və səhər bir rutin də qoymağa qərar aldım. Çünki səhərim biraz monoton keçirdi və günümə gün və rəng qatmağı seçdim. Və belə bir şey etdim. Məsələn, səhər durduğumda ilk iş belə olacaqdı. Səhər duracam, əl üzümü yuyacam, daha sonra kofe dəmləyəcəm, daha sonra gedəcəm 1-2 dəqiqə meditasiya edəcəm ki, dərsdən öncə şuurum açılsın. Daha sonra isə minnətdarlıq günlüyü tutacam. Minnətdarlıq günlüyü də necə bir şeydir? Məsələn, dünən başına gələn bir hadisələri məsələn minnətdaram yazırsan ki, bu sənin həm ego qalxmanın qarşısını alacaq, həm də günə pozitiv başlamağına səbəb gətirəcəkdir. Məsələn, nümunə verim. Dünən atan sənin üçün bir kitab aldı və ya bir vəsait aldı. Məsələn, telefon da ola bilər. Yazırsan ki, məsələn, bu gün atama minnətdaram çünki mənə dünən bunu aldı. Və ya bu gün anama minnətdaram, mənim ən sevdiyim yeməyi bişirdi. Və ya məsələn, bu gün müəlliməmə minnətdaram, çətinlik çəkdiyim mövzuyu başa saldı. Kimi 3-4 maddəli bir minnətdarlıq günlüyü tutursan ki, bu sənin 1 dəqiqədən qısa müddətdə alacağını tövsiyə edir. Əgər günlüyü tutmamısansa günlüyə başlamağını tövsiyə edirəm ki, bunları da axşamçağı yaza bilərsən. Yox, əgər günlüyün varsa isə sən bura minnətdarlığı da əlavə edə bilərsən. 4-cü həftə yenə dediyim kimi 21-ci gündən sonra artıq alışqanlıqlar yerinə oturmaya başlayır. 4-cü gündə monotonluğumu artırmaq üçün durma vaxtlarımı biraz fərqli elədim və bazar günləri, məsələn, normalda 5-də dururamsa, bazar günü 6 və ya 7-yə işləmiş kimi durdum ki, nə beynimə yük düşsün, nə də disiplin zəncirim qırılsın. Disiplin zəncirim qırılmaması üçün də alışqanlıq cədvəli dediyimiz maddəyi tətbiq etdim ki, sən məncə bu maddəyi bilirsən, cədvəli qururduq, üstünə maddələr yazırdıq, plus minus qoyurduq, o söhbətdir. Və alışqanlıq cədvəlimi tutmağa qərarı aldım və heç deyilsə 30 günün 27 və ya 28 gününü mən təmənnasız bir şəkildə səhər saat 5-6 civarı durub dərslərimi çalışıb, videolarımı falan çəkib, skript yazıb, digər şeylərlə məşğul ola bildim.
Yekun olaraq nə deyə bilərdim? Ümumiyyətlə bir fikrimizi yekunlaşdıraq. Səhər çalışmaları istər-istəməz gecə çalışmalarından daha verimlidir. Niyə? Gəl sənə başa salım. Hər insan səhər duranda bir iradə butulkası olur. Butulka kimi fərz et. Sanki 1 litrlik bir iradə butulkasıdır. O butulkaya sən duranda 1 litr su olur. Sən gün ərzində verdiyin qərarlar, etdiyin düşüncələr, yəni həyata keçirdiyin əməllər bu butulkadan istifadə edir. Məsələn, səhər durdun, telefona baxdın, 250 ml getdi, qaldı 750. Və ya günorta idmana getdin, 200-550, ta ki axşama qədər səndə 200-300 qalır. 200-300-dən də ki, hara qədər çalışa bilərsən. Ancaq səhər duranda sən hazır 1 litrlə başladığına görə daha çox çalışa bilirsən. Yəni zaten mənim butulkam ağzına qədər su ilə doludur. Yəni istədiyim qədər bu sudan istifadə edə bilərəm. Düşüncəsinə qapılırsan və dərsi bitirdikdən sonra da özünü hədiyyələndirə bilərsən. Gecə çalışmaları həmçinin insanda yorğunluq, yuxu pozğunluğu, qarabasma kimi bəzi əlamətlərə də gətirib çıxara bilər. Həm də öyrəndiyimiz məlumatlar, fokuslanmama, diqqət dağınıqlığı kimi səbəblərə də gətirib çıxa bilər. Bunu elmi araşdırmalar ola bilər, amma mən bunu öz təcrübələrimdən deyirəm ki, 9-cu sinifdə də belə bir şey təcrübə etmişdim, gecə çalışmaları. Hər nə qədər cool görsənsə də heç də cool deyildi. Və ona görə də gecə çalışmalarındansa səhər tezdən durub bu sabah çalışmaları ərzində də dərsləri daha yaxşı qavrayacaqsan, daha yaxşı olacaq, daha çox motivə olacaqsan və disiplinli olduğun anları geridə buraxmayacaqsan, inan mənə. 30 gün boyunca bunu təcrübə etdim. Yəni mənim buna xalım 100 üzərindən 98 verimlilik olardı. Yəni istəyərdim sən də təcrübə eləyəsən, çünki faydasını görmədiyim şeyi sənə tövsiyə etmərəm. Əvvəla dediyim kimi bir WhatsApp kanalı açdıq, Elite Society üçün bir WhatsApp kanalı açdıq. Orada da əlavə motivasiya cümlələri, fikirlərimizi paylaşdığımız, arada sırada da məsələn ayda bir yayımlar təşkil etdiyimiz bir kanaldır. Maraqlı gəldiysə o kanala aşağıda qoyduğum linklə daxil ola bilərsən. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.